Sevimli atamız, sənin huzuruna gəlmişik. Ehtiyaclarımızla, qayğılarımızla, problemlərimizlə, həmlərimizlə, etiraflarımızla hər şeyi sənə ərz etməyə gəlmişik. Hər şey sənə ürəyimizdə pıçıltı ilə ucadan, müxtəlif şəkildə nəyi ki söyləmək olar söyləyirik, nəyi ki söyləyə bilmirik. Ürəyimizdə sənə bildiririk. Qəbul et bu dualarımızı, bizimlə ol və bizimlə olduğunu, ya Rəbb, biz hiss etmək istəyirik. Biz səni duymaq istəyirik, biz sənin huzurunu duymaq istəyirik. Biz sənin sığal çəkən əlini hiss etmək istəyirik. Biz sənin heç bir meyara sığmayan sevgini almaq istəyirik, duymaq istəyirik, yaşamaq istəyirik, anlamaq istəyirik. Biz sənə səcdə etmək istəyirik. Biz indi səcdə edirik, daha çox səcdə etmək istəyirik. Biz sənə dua edirik, daha çox dua etmək istəyirik. Biz səni daha çox anlamaq istəyirik, daha çox tanımaq istəyirik. Çünki bu bizə hürriyyət verir, çünki bu bizə azadlıq verir, bu bizə sevinç bəxş edir. Biz sənə itaətkar olmaq istəyirik. Çünki sənə itaət bizə zövq verir. Çünki sənə itaət bizi qanadlandırır. Qeyri-adi sevinç verir. Ya Rəbb, biz dəyişməyə çalışırıq, biz daha çox imanlı olmağa çalışırıq. Müqəddəs ruh bizə kömək et. Bizə öz müdrikliyini ver, bizə öz ağlını ver, bizə öz hikmətini ver. Bizə öz gözlərini ver ki, bu dünyaya sənin kimi baxa bilər. Necə ki, İbrahim bu dünyaya baxdıqda sənin gözlərinlə baxırdı. Ya Rəbb, bizə o cür gözlər ver. Bizə elə qulaqlar ver ki, sənin səsini milyonlarla səslərin içindən ayırt edə bilsin. Bizə elə ürək ver ki, ya Rəbb, yalnız səni istəsin. Yalnız sənə olan eşq ilə, sevda ilə, sevgi ilə döyünsün. Ya Rəbb, qoru bizi. Qoru bu dünyanın bərbəzəyindən, qoru bu dünyanın hər növ cəlbediciliyindən bizi saxla. Özün üçün ayrılmaz bir hissə saxla, özün üçün təqdis et bizi, özün üçün müqəddəs bir parça saxla. Ya Rəbb, bizdə yoxdur bu müqəddəslik, sən bizə bəxş edirsən bunu. Qədəmlərimizi mübarək et, adının mübarək olması üçün. Gördüyümüz işləri bəhrəli et, faydalı et, sənin adının mübarək olması üçün. Yəni bizi fərqli et ki, insanlar sənin gücünü, qüdrətini, fərqliliyini görsünlər, sənin əsl Allah olduğunu görsünlər. Bizi həssas et, sözünə həssas et, özünə həssas et, ruhuna həssas et. Bizi hər bir günümüzdə və günümüzün müxtəlif hissələrində səni arzulayan et, səni hiss etmək istəyən et, səni eşitmək istəyənlər et, sənə səcdə etmək istəyənlər et, sənə itaət edənlər et bizi, ya Rəbb. Bugünkü ibadət sənə görə olsun, ya Rəbb. Heç bir insana görə deyil, heç bir insanın xoş olması üçün deyil, sənin xoşuna gəlsin, sənin şərəfinə, sənin izzətinə, sənin hörmətinə xidmət etsin. Biz həqiqətən də sənin sürün olmaq istəyirik. Sənin çomağının görmək istəyirik. Sənin otlaqlarında otlamaq istəyirik. Sənin müdafiəni görmək istəyirik, ya Rəbb. Sənin huzurunu duymaq istəyirik. Böyüyümüzdən tutmuş kiçiyimizə qədər. Hər birimizin fərqliyinə baxmayaraq bizimlə danış. Bizə toxun. Bizə çox şeylər toxunur. Bəzən bizim xətrimizə deyirlər. Bəzən sevərək sanki qucaqlayırlar, ancaq ki, bu əslində həqiqi ağuş deyil, həqiqi qucaqlama deyil. Sən toxun bizə, sən qucaqla bizi, sən təsəlli ver bizə, sən söz ver bizə, sən görün ver bizə, sən ruh ver bizə,
İdarə et bizi. Biz sənin tərəfindən, öz əqlimiz tərəfindən deyil, sənin tərəfindən idarə olunmaq istəyirik. Biz sənin adınla dualar etmək istəyirik, insanları bərəkətləmək istəyirik, insanlara şəfa diləmək istəyirik, insanları sevgimizi həm duamızda, həm də əməllərimizlə göstərmək istəyirik. Bizi idarə et. Yəni, bizə elə toxun ki, sənin sözün içimizdə yansın, alovun gəlsin sənin və sözlərini yandırsın içimizdə. Bu ibadəti İsa Məsih sənə görə, sənin üçün edirik. Sənin kəlamını sənə görə oxuyuruq və səndən eşitmək istəyirik. Dualarımızı sənə edirik. Nəğmələrimizi sənə oxuyuruq. Həyatımızı büsbütün götür, ya Rəbb. Qoy həyatımız sənin olsun. Qoy arzularımız səninlə bağlı olsun. Hər bir şey sənin adınla bağlı olsun. Sənə izzət olsun. Ata, oğul, müqəddəs ruh adı ilə. Amin. Keçən həftənin birinci günü həyat yoldaşım işdən qayıtdıqdan sonra mənə sual verdi. O mənə dedi, səncə şeytan ən çox sən nə edəndə qorxur? Şeytan ən çox biz nə edəndə qorxur? Və mən düşünürdüm, əslində düşünürdüm ki, cavablar var idi məndə, müxtəlif cavablar var idi məndə, ancaq həmişə içimdə belə bir şey var, səhv etməyə xoşlanmıram və xoşlanmıram ki, səhvim olsun. İstəyirəm doğru cavab verim. Və mən fikirləşdiyim zaman ağlımdan dua keçirdi, kəlamı yaxşı bilmək keçirdi və o cavabımı gözləmədən mənə cavab verdi. Biz insanları sevəndə. Biz sevgi ilə dolu olanda. Şeytan ən çox bundan qorxur. Bu söz mənim üçün o qədər yeni bir şəkildə gəldi ki, mənim şuuruma, o qədər yeni bir şəkildə mənim ruhuma toxundu ki, sanki mən sarsılmış bir vəziyyətdə idim. Və sonra o mənə növbəti sualları verməyə başladı. O dedi, sən sevmədən, məhəbbətlə dolu olmadan kəlam oxuya bilərsən? Mən dedim, bilərəm. Sən sevmədən, məhəbbətlə dolu olmadan dua edə bilərsən? Mən dedim, bilərəm. O dedi, sən sevmədən, məhəbbətlə dolu olmadan xidmət edə bilərsən? Dedim, bilərəm. Və o dedi, aç, kəlamı oxu, bütün bu etdiklərin heç nədir. Heç nədir. Və mənim təbii ki, yadıma müqəddəs kitabdan hansı parça düşdü? Siz yəqin ki, bilirsiniz hansı parça düşdü mənim yadıma. Və kəlamı açdım, o yeri oxumağa başladım. Və gördüm ki, əgər məndə məhəbbət yoxdursa, mən danqıldayan bir qabam.
Əgər məndə məhəbbət yoxdursa, mən heçəm. Bütün mənim xidmətim, bütün mənim dualarım, bütün mənim kəlamı oxumağım, bütün mənim ilahiyyatı bilməyim heçdir. Bunu mənə kimsə demir. Bunu mənə səcdə etdiyim, xidmət etdiyim, dua etdiyim Rəbbim deyir, öz kəlamı vasitəsilə. Əgər mən insan və mələk dilləri ilə danışaramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. 1-ci Korinflərə 13-cü fəsil. Əgər mən insan və mələk dilləri ilə danışaramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm. Mən bir heçəm. Əgər bütün var dövlətimi paylayıb, yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. Bunun mənə heç bir xeyri yoxdur. Bunun nəinki mənə, bunun heç kimə, heç bir xeyri yoxdur. Və bu hissəni oxuduqdan sonra mən bu 3 ayəni oxuduqdan sonra mən gördüm ki, məhəbbət ənamlardan üstündür. Məhəbbət ənamlardan üstündür. Sənin çox şirin dilin ola bilər. Sən danışırsan və insanları cəlb edirsən. Sən danışırsan və insanların qulağına xoş gedir. Ürəyinə xoş gedir. Onlar valih olurlar sənin danışdığına. Ah, necə vəz edir, ah, necə danışır, ah, necə öyrədir, ah, necə təbliğ edir, ah, necə müjdəliyir. Sən mələklər kimi danışa bilərsən. Əgər məhəbbətin yoxdursa, danqıldayan bir qabsın. Sənin sadəcə o səsin var. Sənin sözün yoxdur. Sadəcə səsin var, sözün yoxdur. Rahatdır yeriniz, rahat hiss edirsiniz özünüzü. Mən bu kəlamı oxuyanda məhz bu dəfə özümü rahat hiss etmirdim. Mənim gözümün önündən insanlar keçirdi, hansılar üçün ki, mən dua etməliyim, hansıları ki, mən sevməliyim. Bəzən biz nifrət etməməklə kifayətlənirik. Biz deyirik, mən ona nifrət etmirəm ki. Vəssalam, bu ilə də kifayətlənirik. Kəlam bizə demir ki, nifrət etməmək kifayətdir sənin üçün. Kəlam deyir, sevməlisən. Boş sədasan, boş bir sədasan. Peyğəmbərlik edirsənsə, kəlamın çətin anlaşılan yerlərini yaxşı anlayırsan və öyrədirsən, güclü imanın var, duaçısan, amma məhəbbətin yoxdursa, bunu mən söyləmirəm. Rəbb söyləyir sənə və mənə, heçsən. Mənim səxavətli insanlar həmişə mənim üçün cəlb edici olub. Həmişə heyrət etmişəm səxavətli insanlar. Ne üçün? Çünki səxavətsiz insanlar çoxdur. Səxavətlilər azdır. Onun üçün də mənim üçün çox cəlb edici gəlirlər. Çox çəkici gəlirlər. Amma burada hətta bu insanlar haqqında da belə yazılıb, əgər bütün var dövlətini paylarsa,
Və hətta elə bir insan olar ki, bədənini oda təslim edərsə, yəni ki, bədənini tam olaraq xidmətə təslim edərsə, tam olaraq həyatını həsr edib, əgər məhəbbəti yoxdursa, bütün bunların ona heç bir yazıb, təhrif eləmirəm ki, kəlam. Heç bir nə deməkdir? Sıfır. Bu dəqiqə malını, mülkünü aramızda satıb kasıblara paylayacaq bəlkə də bir nəfər də yoxdur. Amma hətta olsa belə tarixdə olub, bugün də var. Hətta olsa belə, əgər məhəbbətsiz edilirsə, heç bir xeyir yoxdur. Biz xidmət edə bilərik. Minlərlə, bəlkə də milyonlarla xidmətçilər var. Amma bunu öz mənfəətimizə, amma əgər bunu öz faydamıza, öz xeyrimizə, öz gəlirimizə və öz ambisiyalarımıza görə edə bilərik. Və bugün bu parça bizi ifşa edir. Məhəbbət bu niyyətləri ifşa edir. Əgər biz Rəbbə görə deyil, özümüzə görə xidmət ediriksə, tövbəyə gəlməliyik. Amin deyən olacaq. Biz tövbəyə gəlməliyik. Sevgisiz ənamlar heçdir. Sevgisiz bütün ənamlar heçdir. Hansı ənam olmağından asılı olmayaraq sevgisiz ənamlar heçdir, sevgisiz xidmət heçdir. Sən nə edirsənsə et, sevgisiz bunlar Məsih üçün nədir? Əhəmiyyətsizdir. Məhəbbət ənamlardan üstündür. Qardaşlar və bacılar, hər birimizin burada yəqin ki bir ənamı var, hər birimiz hansısa bir ənamımızla öyünə də bilərik. Amma məhəbbət bu ənamların hamısından üstündür və məhəbbətsiz bu ənamlar hamısı heçdir. Məhəbbət hər şeydir. Şuurumuza yazaq bu sözləri. Şuurumuza həkk edək bu fikri. Məhəbbət hər şeydir. Məhəbbət hər şeydir. Məsihin ənamları çox idi. Hətta deyə bilərik ki, bütün ənamlar var idi. Amma insanlar onu xatırlayanda, insanlar ona baxanda, onun xidmətinə baxanda nəyi hiss edirdilər? Sevgisini. Sevgisi cəlb edirdi. Kalkuttanın, Hindistanın belə bir şəhəri var, böyük şəhəri. Kalkuttanın yoxsullar yaşayan, evsizlərin yaşadığı bir hissə var. Və orada evsizlərə bir zamanlar Tereza, eşitmişsiniz də, Tereza ana xidmət edirdi. Çox cəmiyyətin aşağı təbəqəsinə, çirkli, yeməyi olmayan, əl-üzünü yumağa imkanı olmayan insanlara xidmət edirdi, evsizlərə xidmət edirdi. Və ona bir gün sual verirlər ki, siz nə üçün bu işi görürsünüz? Siz nəyə görə bu işi görürsünüz? Və onun belə bir cavabı olmuşdu. Mən onların hər birində Məsihi görürüm. Mən onların hər birində Məsihi görürüm. Biz bir-birimizə baxanda kimi görürük? Biz bir-birimizə, kilsədə, qıraqda demirəm, biz bir-birimizə baxanda kimi görürük? Dördüncü, 7-ci ayələrə baxaq. Xəyal qardaş, mümkünsə qapını açında insanların havası çatmır. 4-cü, 7-ci ayələrə baxaq.
Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət öyünməz. Məhəbbət lovğalanmaz. Məhəbbət kobudluq etməz. Məhəbbət öz xeyrini güdməz. Məhəbbət hirslənməz. Ona edilən pislikləri sahib hesablamaz. Məhəbbət haqsızlığa sevinməz. Həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəslər, hər şeyə dözər. Mən bu təsvirləri oxuyan zaman, mən fikirləşdim ki, əgər buradan məhəbbət sözünü çıxarsam, orada Məsihin təsviridir. Tamamilə Məsihin təsviridir. Tamamilə Məsihin təsviridir. Oxuyun. Bir daha oxuyun və məhəbbət yerinə Məsihi qoyun. Tam uyğunluğu görəcəyik. O şagirdlərinə nə edirdi? Dözürdü. Dözürdü. Nəyə görə dözürdü? Çünki məhəbbət idi. O günahkarlara xeyirxahlıq etdi. Çünki kamil məhəbbət idi. O öyünmədi, şah olaraq öyünmədi. Ancaq biz dözmürük, biz xeyirxah olmuruq, biz öyünməyi sevirik. Məhəbbət ənamlardan üstündür. Məhəbbət bütün hisslərdən də üstündür. Biz burada hissləri də görürük. Yəni ki, bizim insanlara olan hisslərimiz olur və biz hisslərimizi biruzə veririk və çox vaxt negativ olur. Məhəbbət ənamlardan üstündür və məhəbbət bizim yaşadığımız hisslərdən də üstündür. Məsih özünü əməldə göstərmiş kamil məhəbbətdir. O yalnız məhəbbət haqqında danışmırdı. O yalnız danışmırdı məhəbbət haqqında, o məhəbbəti çarmıqda nümayiş etdi. O çarmıqda məhəbbəti nümayiş etdi. Və kəlam deyir ki, heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Həyatımda elə bir dönəm olub ki, mən düşünmüşəm ki, məhəbbət yalnız hissdir. Bilmirəm, siz də yəqin ki, belə düşünmüsünüz, bəlkə hələ də elə düşünürsünüz ki, məhəbbət sadəcə bir hissdir. Elə düşünənlər var ki, məhəbbət hissdir. Kim elə düşünür? Əlin qaldırsın. Mən deyəndən sonra yəqin ki, qaldırmayacaq. Arxada bir qardaş qalır. Mən də elə düşünürüm. Məhəbbət sadəcə hissdir. Əgər bu hissim varsa, mən sevirəm. Hissim yoxdursa, sevmirəm. Bugün mən səni sevirəm, sabah nəsə etdin, hissim dəyişdi, mən səni sabah sevmirəm. Birisi gün gəldin, mənə yaxşılıq etdin, ad günümə yaxşı hədiyyə etdin və mən səni təzədən başlayıram sevməyə. Dünən var idi, bugün yox, sabah ola da bilər. Və biz düşünürük ki, bu hissdir. Mən necə hiss edirəmsə, demək elə də var. Əgər bugün mən hiss edirəmsə, səni sevirəm, demək sevirəm. Sabah hiss etmirəmsə, sevmirəm. Bu məhəbbətdir. Məhəbbət hiss deyil. Bəli, hisslərlə müşahidə olunur məhəbbət. Amma məhəbbətin özü yalnız və hiss deyil. Yəqin ki, bir çoxlarınızın həyatında olub, gəncsizsə, elə olmayıbsa, inanın ki, olacaq. Həyat mənə yaxınların, ailəm, övladlarımdan üzr istəyirəm, övladlarım vasitəsilə başqa şeylər öyrətdi. Həyat mənə yaxınlarım, ailəm və övladlarım vasitəsilə çox şey öyrətdi. Başqa şeylər öyrətdi. Məhəbbət yalnız müsbət hisslər deyil. Aranızda heç biriniz məni, misal üçün, övladlarım qədər heç biriniz məni əsəbləşdirməmişsiniz.
Heç biriniz məni onlar qədər məyus etməmisiniz. Heç biriniz məni onlar qədər qəzəbləndirməmisiniz. Və məhəbbət yalnız sevdiyindən zövq, fərəh almaq da deyil. Məhəbbət, mən ailə böyütdükcə, ailə qurduqca, mən gördüm ki, məhəbbət ağrı gətirir. Məhəbbət ağrı gətirir. Və məhəbbətdə qalmaq bir əcaib söz deyəcəm sizə. Məhəbbətdə qalmaq bir qərardır. Allahın qərarı var idi. İbrahimə, İshaqa, Yaquba məhəbbətdə qalmağı Allahın qərarı idi. Çünki əslində baxdıqda biz insan kimi də onların həyatına baxsaydıq, biz deyəcəyik, nə İbrahim, nə İshaq, nə Yaqub Allahın məhəbbətinə layiq deyildi. Bu Allahın qərarı idi. Biz qərar verməliyik. Çünki biz də deyir, siz məndə qalacaqsınız, mən də sizdə. Çünki biz onda olduğumuza görə, biz ondan olduğumuza görə, biz onunla olduğumuza görə biz də belə qərar verməliyik. Sən də belə qərar verməlisən, mən də belə qərar verməliyik ki, mən məhəbbətdə qalacam və bu bizim iqrarımızdır, bu bizim bəyanatımızdır, bu bizim şüarımızdır ki, xidmətimiz də, duamız da, səcdəmiz də bundan sonra hər şey olur. Bunsuz isə heç nədir. Məhəbbət ağrı gətirir. İsa'ya bizə olan sevgisi ona ağrı gətirmişdi. Davudun həyatına baxdıqda bu İsa üçün ağrı idi. Onun zinası, onun dostuna xəyanəti, onun hər bir iyrəncliyi ağrı gətirirdi. Lakin Allahın vədi var idi. Lakin Allahın məhəbbəti var idi. Və bu məhəbbət qərardan, vəddən doğurdu. Vəd ver ki, özünə sevəcəm. Məhəbbətdə qalmaq qərardır. Bu səbəbdən məhəbbət səbirli olmalıdır. Səbirli olmalıdır. Bu səbəbdən məhəbbət xeyirxah olmalıdır. Bu səbəbdən məhəbbət ona edilən pislikləri sayıb hesablamamalıdır. Məhəbbət qərardır və hisslərdən qat-qat, çox üstündür. Biz qərar verməliyik, qardaşlar və bacılar. Biz qərar verməliyik, bacılar və qardaşlar. Əks halda bura bizim yerimiz deyil. Nifrət etmək üçün, rəqabət aparmaq üçün, pislik etmək üçün, torba tikmək üçün o qədər yerlər var. Biz qərar verməliyik. Ya Rəbb, kömək et. Kömək et. Ya Rəbb, kömək et. Kimisə sevəcəksə, Məsihin nümunəsinə baxanda biz anlamalıyıq ki, biz əziyyət çəkəcəyik. Necə ki, Məsihin sevgisini hər an, hər yerdə anlamadılar, bizim də sevgimizi hər an, hər yerdə anlamayacaqlar. Elə həyat yoldaşın olacaq ki, anlamayacaq sənin sevgini. Elə evladın olacaq ki, anlamayacaq sənin sevgini. Elə dostun olacaq ki, anlamayacaq sənin sevgini. Ancaq sən qərar verməlisən. Məhəbbət komfort gətirmir. Məhəbbət komfort gətirsəydi, kamil sevən Məsih komfort içində yaşayardı bu yer üzündə. Məsihin sevgisi ona əzab, ona alçaqlıq gətirdi. Sevənləri sevməyə nə var ki? Sevənləri sevməyə nə var ki? Yaxşıları sevməyə nə var ki? Məsih pisləri sevdi. Mənim kimi pisi sevdi. Və mən bunu müftə almışam. Mən bunu müftə verməliyəm.
Mən bu sevgini bedava almışam. Bu sevgini bedava verməliyim. Əgər mən sevgi vermirəmsə, demək bu sevgini dadmamışam. Ətrafımızda bizi sevməyənlərə nə münasibət göstəririk? Kilsədəkilərlə nə münasibətdir? Sevmək qərardır və sevmək hisslərdən üstündür. Məhəbbət hisslərdən üstündür. Məhəbbət ənamlardan üstündür. Məhəbbət hisslərdən üstündür. Əgər biz Məsihin sevgisini dadıb, əgər biz sevmək qərarını versək və bunun üçün hər gün dua etsək, hər bir maneə qarşımıza çıxdıqda dua etsək, Allahın kamil olan məhəbbəti bizim həyatımızda icra olacaq, qardaşlar və bacılar. Bizim həyatımızda bu icra olacaq. 3-cü hissə 8-ci, 13-cü ayələrə nəzər salaq, orada deyir, məhəbbət tükənmir. Sən bugün sevib, sabah sevməyə bilməzsən, məhəbbət tükənmir. Peyğəmbərliklər sona çatacaq. Peyğəmbərliklər sona çatacaq. Çünki elə bir dövr gələcək ki, peyğəmbərliklər sona çatacaq. Elə bir dövr gələcək, dillər ənamı da qurtaracaq. Bilik də aradan qalxacaq, ümid də aradan qalxacaq. Ümid olmayacaq. Ne üçün? Ümid görünməyənlərə etibar etmək deməkdir. Ancaq biz artıq onun yanında olanda ümid lazım olmayacaq bizə. Biz onun yanında olanda peyğəmbərlik bizə lazım olmayacaq. Biz onun yanında olanda bilik bizə lazım olmayacaq. Çünki hər şey onda olacaq. Çox şeylər lazım olmayacaq. Amma məhəbbət tükənməyəcək. Biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur, ayələri oxuyuram. Kamillik gələndə məhdud olan aradan qalxacaq. Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. Amin. İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyim. İndi isə 3 şey qalır. İndi isə 3 şey qalır. İndi isə 3 şey qalır, qardaşlar və bacılar. İman, ümid və məhəbbət. Amma bunların arasında məhəbbət hər şeydən üstündür. Məhəbbət əsla tükənmir. Məhəbbət əsla tükənmir. Məhəbbət əsla tükənmir. Məsihin məhəbbəti bizə heç zaman tükənmir. Peyğəmbərliklər sona çatacaq, biliklər aradan qalxacaq, məhəbbət əbədi qalacaq. Məhəbbət tükənmirsə, məhəbbət demək zamandan da üstündür. Məhəbbət ənamlardan üstündür. Hisslərdən üstündür və zamandan üstündür. Məhəbbət əbədi qalacaq. Ne üçün məhəbbət əbədi qalacaq? Çünki Allah məhəbbətdir. Allah əbədidir və məhəbbət də əbədidir. Allah əbədidir, Allah məhəbbətdir, məhəbbət əbədidir, məhəbbət zamandan üstündür. Mən istəyirəm ki, biz bu mesajı bərk-bərk saxlayaq. Əlimizdə, ürəyimizdə, dualarımızda, fikirlərimizdə. Çünki bu bizim xidmətimizin, çünki bu bizim səcdəmizin, bu bizim duamızın təməlidir. Rəbb, minnətdarıq sənə. Müqəddəs ruh, minnətdarıq sənə. Minnətdarıq ki, sən öz sözün vasitəsilə bizimlə danışırsan. Sən öz sözünlə bizi rahat yerdən narahatlığa gətirirsən ki, biz öz qüsurlarımızı görək, biz öz ayıblarımızı görək, biz o körpə fikirlərindən imtina edək, ya Rəbb. Xeyir dua ver bu kilsəyə, xeyir dua ver mənə, xeyir dua ver bu kürsülərdə oturan hər bir insana xeyir dua diləyirəm İsa Məsihin ismi ilə. İsa Məsihin ismi ilə hər bir daşlaşmış fikir, hər bir oturuşmuş fikir, hər bir rahatlıq gətirən fikir
Dəf olsun İsa Məsih'in ismiyle. Yəni bizim düşüncələrimizi dəyiş. Düşüncələrimizi dəyişmək vasitəsilə münasibətlərimizi, həyatımızı, dualarımızı, səcdəmizi dəyiş. Biz görürük ki, sevinç səndəndir. Sevinç sənə itaətdədir, itaətsizlikdə deyil. Asilik, sənə qarşı asilik heç bir rahatlıq, heç bir zövq verə bilməz. Müvəqqəti zövq verə bilər. Ancaq əbədi zövq, əbədi rahatlıq, əbədi sülh yalnız sənə itaətdədir. Ya Rəbb, yalvarıram sənə və hər bir kəs üçün vəsatət edirəm, ya Rəbb. Vəsatət edirəm, ya Rəbb. Xeyir dua ver bizə. Xeyir dua ver bizə ki, biz dua edən kilsə olaq. Xeyir dua ver bizə ki, biz ruhani müharibədə iştirak edən kilsə olaq. Yəni, sübh tezdən biz sənin kəlamını araşdırmağa can atanlar olaq. Biz diz atıb sənə dua etmək istəyənlər olaq, ya Rəbb. Yalvarıram səni, sənin sözünü icra etmək, sənin sözünü bayraq edib bu dünyaya daşıyanlar olaq, ya Rəbb. Yalvarıram sənə. Xeyir dua ver. Xeyir dua ver, məhəbbət olan Allahımız. Minnətdarıq sənə ki, sən öz sözünlə bizimlə danışdın. Minnətdarıq sənə. Ucal ya Rəbb bizim itaətimiz, ucal bizim həlimliyimiz, ucal bizim sadəliyimiz, ucal bizim alçaq könüllüyümüz vasitəsilə. Hər cür qüruru, hər cür lovğalığı, hər cür özünü üstün tutmağı bizdən kənar et İsa Məsih'in ismi. Yalvarırıq sənə. İzzətlən bizdə və bizim vasitəmizlə. Ata, oğul, müqəddəs ruh adı ilə. Amin.